Salam, xoş gördük hər birinizi. Sizlərlə belə bir izahda daha bərabərəm. Bunu etməkdə məqsədim, bu mənim öz deməli əlyazmamdır. Bütün əsərin məzmununu demək olar ki, yox, yəni bütün əsərin məzmununu mən bura yazmışam, qeyd etmişəm. Müəyyən qədər görüntüdə problem olsa, HD keyfiyyətini artırıb izləyə bilərsiniz. MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müdavimlər, daha sonra isə 3-cü ixtisas qrupuna hazırlaşan şagirdlər bu izaha baxa bilərlər. Məzmun verə-verə təhlillərini də verməyə çalışacağam obrazların. Əsas məqamlar bunlardır. Bütün Oktay Eloğlu haqqında bildiklərinizi unudun. Bura fokuslanın. Yəni bu qədər iddialı bir şəkildə deyirəm. Heç təvazökar ola bilməyəcəm bu izahda. Başlayaq, dedi və biabır oldu. Əsər 6 deməli pərdədən ibarətdir və 1922-ci ildə yazılıb. Deməli 6 pərdədən ibarətdir. Dramatik növdədir təbii ki. Bu faciə janrında yazılıb. Faciə janrında. Əsərdə müəyyən ideya və problemlər var. Bir tərəfdə dayanır burjua cəmiyyəti, bir tərəfdə də dayanır həqiqi ziyalılar. Bunlar ortaq məxrəcə gələ bilmirlər. Çünki həqiqi ziyalıların idealı pul deyil, qarşı tərəfin isə əsas idealı cəmiyyətdə puldur. Onlar saxta mühitin qurbanına çevriliblər, amma cəmiyyət hal-hazırda da saxta ziyalılarla doludur. Nəysə, başlayaq əsərin təhlilinə, çox danışmayaq hələ ki. Əsər 6 pərdədən dedim ki, ibarətdir. Birinci pərdədə nələr baş verir? Nadia ilə Firəngizin dialoqundan bəlli olur ki, Firəngiz əvvəllər də cəsarətini toplamaq istəyib, amma mümkün olmayıb. Deməli, Firəngiz nə cəsarətini toplamaq istəyir? Təbii ki, Oktay bəyin görüşünə gəlməyə cəsarətini toplamaq istəyib, amma bunu bacarmayıb. İndi isə qardaşı Aslan bəyin lojada oturduğunu fürsət bilib, Oktayla danışmaq istəyir. Bax, bura qədər hər şey aydındır. Yəni, Firəngizlə Nadiyanın söhbəti ilə başlayır əsər. Nadia rus qızıdır, Firəngiz özümüzkidir. Əsərin baş qəhrəmanlarından biridir. Firəngiz istəyir ki, Oktayla danışsın, amma cəsarəti çatmayıb. Bunlar bu dəmdə, bunu burada saxlayır müəllif, keçir başqa epizoda. Deməli, bu dəmdə Oktay ilə Tamara məşq edir. Tamara qeyri-Azərbaycanlıdır, yəni Azərbaycan millətinə mənsub deyil. Məşq edirlər. Tamara orada Azərbaycan dilini səlis bilmədiyinə görə bala, bəla, belə və s. orada sözləri qarışdırır, tələffüzünü verə bilmir. Oktay da rusca ona orada izah edir ki, bala это ребенок, yəni bala deyir uşaqdır, nə bilim, bəla başqa sözdür və s. Orada onları da o qədər bilməyə ehtiyac yoxdur. Dursun bu dəmdə gəlib xəbər verir ki, salonu dağıtdılar. Yəni, tamaşaçılar deyir, salonu dağıdır ki, siz niyə hələ başlamamısınız? Oktay Dursundan soruşur ki, Xaspolad və Şəkinski gəlib, yoxsa gəlməyib? Oktay deməli Dursundan soruşur ki, Xaspolad və Şəkinski gəlib, gəlməyib. Dursun da deyir ki, mən valla deyir, onların evinə 3 dəfə adam göndərdim. Üçündə də dedilər ki, bəs evdə yoxdular. Oktay da Xaspoladla Şəkinskini niyə soruşur Dursundan? Çünki bunların hər biri tamaşada oynayacaq olan aktyorlardır. Ümumiyyətlə, burada aktyorlar cavə qiyafətində verilir. Cavə yəni aktyor qiyafəsində verilirlər. Bunlar rol oynayacaqdır. Ona görə də heç kim roluna vaxtında gəlməyib. Oktay burada narahatdır. Oktay bütün, bax, belə deyim, səhnənin dekorasiyasından tutmuş, oyuncuların məşqindən tutmuş, yəni aktyorların, dırnaq içində aktyorların məşqindən tutmuş, hər şeyi bu adam öz üzərinə götürür. Oktay obrazı, deməli, ziyalı və vətənpərvər obraz kimi verilir. İndi daxilində müəyyən təlatümlər baş verəcək, onu da deyəcəyik. Belə. Oktay da deyir ki, burada tamaşaya deyir, zaten 3-4 adam gəlir, onlara da iyrəndirirsiniz. Bu gedişlə onlara da deyir, qaçıracaqsınız. Bura fikir verək. Daha sonra Mazandaranski gəlir, hər şey azmış kimi deyir ki, Oktay, bəs İvanovski gəlib, mənzil pulunu istəyir. O da yazmışam ki, antrepenyordur. Antrepenyor mənzil sahibidir.
Axı bunlar müəyyən tamaşa göstərmək üçün mənzil kirayə etməli idilər axı. Mazandaranski gəlir İvanovskidən xəbər gətirir. Yəni İvanovski haqqında məlumatı kim verir? Mazandaranski verir. İvanovski də deyir ki, mənim pulumu verməsəz, mən icazə verməyəcəm. Dursun ilk dəfə tamaşanın saxlanılmasının lazımlığını deyir. Yəni ilk dəfə kim deyir ki, tamaşa saxlansın, Dursun deyir. Bu testlərdə var. Daha sonra Tamara gəlir, deyir, mənim parikim yoxdur. Rüstəm gəlir, deyir, bəs mənim qılınc qalxanımda müəyyən qədər problemlər var. Bunları neyniyək, nə qayraq? Şaqqulu gəlir, deyir ki, İvanovski, bax bu bayaqki mənzil sahibi olan İvanovski gəldi səhnədəki bütün dekorları yığışdırıb apardı. Deməli, oyun baş tutmayacaq. Yəni bu fikirdədir. Şaqqulu həmçinin deyir ki, bizim Əsəd bəy gedib İvanovskiyə deyib ki, bəs bizim göstərdiyimiz tamaşa cəmiyyət xeyriyyə üçündür. Yəni cəmiyyət xeyriyyə üçündür və puluvu sabah artıqlaması ilə verəcəyik. Bunu Əsəd bəy deyib İvanovskiyə. Əsəd bəyin də bu deyişini bizə kim deyir? Şaqqulu deyir. Bax, bura fikir verin. Əsəd bəy də tamaşanı təxirə salmağı düşünür, amma demir. Burada deyənlər başqa olacaq. Oktay soruşur ki, bəs kassada nə qədər pul var? Şaqqulu da deyir ki, kassada cəmi cümlətanı 8 manat pul var. O da paltar üçündür, yəni səhnə üçündür. Şaqqulu deyir ki, oyunu saxlayaq. Oyunu saxlamağı ikinci dəfə verən obraz kimdir? Şaqquludur. Oktay barmağındakı üzüyü çıxardıb verir ki, bəs aparın bunu verin İvanovskiyə. Şaqquluya verir ki, apar bunu ver İvanovskiyə. Oktay üzüyünü verir. Belə. Daha sonra Oktay deyir ki, madam ki Xaspolad yoxdur, Həsəni oynadaq Xaspoladın yerinə. Əsərin səhnənin birinci pərdəsini deyir Həsən oynasın. Xaspoladın yerinə Oktay kimi məsləhət görür, Həsəni məsləhət görür. Dursun da deyir ki, Həsən qumar oynayır, İlyas da meyxana deyir. Yəni Həsən oynaya bilməz. Bunlar testdə düşür. Meyxana deyən İlyas gildir, qumar oynayan Həsəndir. Bəs soruşur ki, Tabasaranski hanı? Rejissor. O da deyir, keyflənib yatıb. Mən deyir, rejissoram, oynamayacam. Tabasaranski deyib, bax bunu da. Bu belə. Bayaq Oktay Dursundan, Xaspoladdan Şəkinskini soruşmuşdu, yadınıza düşdüsə. Şəkinski bu dəmdə gəlir. Gecikənlərdən biridir. Gələn kimi ilk sözü olur ki, bu oğlan aşiqdir Leyla adlı bir gözələ. Testləri azından bəlkə neçə dəfə düşüb bu cümlə. Bu kimin dilindəndir? Şəkinskinin dilindəndir. Oktay da deyir ki, bəs Zəhirmar Leyla adlı bir gözələ saat deyir 11-də indi gəlmisən. O da deyir ki, sən deyir elə danışırsan ki, onlar deyir elə mənim əlimə imperial filan verəcəklər. Oktay da Şəkinski acıqlanır, bəs deyir ki, onlar deyir mənə də deyir pul vermirlər. Mən də deyir pulsuz oynayıram. Yəni Şəkinski burada öz mənfəətini güdür. Deyir ki, oyuna görə mənim əlimə heç bir pul verməyəcəklər. Ona görə sən də deyir məni yersiz danlayırsan. Oktaya deyir. Bu belə. Bu dəmdə Xaspolad gəlir. Keçənlərdən biri. Xaspolad gəlir və deyir mən hansı qapıdan çıxacam? Şaqqulu da deyir ki, zalim oğlu. Heç deyir burada bizdə qapı var ki, sən də deyir hansı qapıdan çıxacağını soruşursan. Bunda Şaqqulu deyir. Xaspoladdan soruşurlar ki, bəs sən niyə gecikmisən? Xaspolad da deyir ki, bəs iftarımı açırdım, ona görə gecikmişəm. Yemək yeyən, deməli burada onu qeyd etdimmi mən? Hə, altın xətt deməmişəm. Yemək yeyən Şəkinskidir. Amma iftara görə gecikən kimdir? Xaspoladdır. Bunları qarışdırmayın, bunlar da testlərə düşə bilər. Həmçinin Xaspolad sözlərini yaxşı əzbərləməmişdi. Hadisələrin gedişatında Oktay ona deyir ki, bəs gəl məşq eləyə, birazdan bizim səhnəmizdir. Bəs Xaspoladın baş əyməli olduğu bir səhnə var. Xaspolad baş əymək istəmir. Oktay da deyir ki, başını əy. Xaspolad ona deyir ki, Oktaya, bəs Oktay, eyb yoxdur, mən tamaşada əyərəm. Sən demə, heç Xaspolad sözlərini əzbərə bilmirdi, ona görə hərəkət eləmək istəmir. Mazandaranski onu ələ salır, deyir ki, əyilsə papağı düşər və keçəlliyi görünər. Mazandaranski Xaspoladın keçəlliyini ələ salır. Şaqqulu ilə Mazandaranski təzədən birləşib onun burnunu ələ salır. Bax, keçəlliyin ələ salan Mazandaranskidir, amma burnunu ələ salan Şaqqulu və Mazandaranskidir. Deyir, o dəfə deyir, bir burun göründü. Yarım saatdan sonra deyir, Xaspolad içəri girdi. Əsərin orijinalında belə bir ifadə var, bəlkə düşər. Mazandaranski və Şaqquluya aiddir. Xaspolad haqqında deyirlər.
Deyir bir burun göründü. Yarım saatdan sonra deyir Xaspolad içəri girdi. Yəni burnu o qədər yekə olub ki, belə ələ salırlar kinayə ilə. Xaspolad da deyir ki, onda mən oynamıram. Madam ki, deyir siz məni ələ salırsınız. Mənim deyir əlimdə gül kimi deyir alış-verişim var. Buradan da belə başa düşürük ki, bu tacirdir. Yəni alış-verişlə məşğuldur. Deyir mən oynamıram, gedirəm işimin dalıyca. Bunu nəsə güc bəla neynirlər, saxlayırlar. Dursun gəlir deyir ki, Oktay mən sənin üzüyü aparıb verdim İvanovskiyə. İvanovski də razılaşdı. Bəzi tamaşanın baş tutmağına icazə verdi. Bundan əvvəl də mən bayaq qeyd elədim ki, Oktay üzüyünü Şaqquluya vermişdi. Şaqquldan da Dursun alır, aparır verir kimə? İvanovskiyə. Bu dəmdə Oktay ilə Səməd danışır. Oktay ilə Səmədin dialoqunda Oktayın həyata baxış bucağı meydana çıxır. Yəni həyata baxışı Oktayın harda müəyyənləşir? Səmədlə olan dialoqunda. Bu da dildə daha çox istifadə olunan cümlədir. Mux vurarkən Oktay əlini zədələyir. Bayaq da qeyd etdim ki, bütün səhnənin dekorasiyasından tutmuş, aktyorlara hər şey öyrədən kim idi? Oktay özü olur. Oktaya deyirlər ki, bəs dekorasiya zad yoxdur. O da deyir, bu daş, bu mismar, qoyun deyir, özüm vuracam mıxı. Mıxı vuranda əlini zədələyir. Oktay ilə Səməd bəyin danışığından bəlli olur ki, dünən Oktayın anası Səmədgilə gedib və Oktayın bacısı Sevər xəstələnib. Səməd də deyir ki, bəs sənin əmin öz qızını, yəni Oktay əmsi qızı ilə nişanlı olub, deyir ki, sənin əmin qızı səndən alıb başqasına nişanlayıb. Çünki səbəb kimi də gətirib ki, deyir, mən arvad tumanı geyən bir adama qızımı vermərəm. Deməli, Oktay öz əmsi qızı ilə nişanlı olur. Əmsi də bu sözləri deyib, qızı ondan ayırır. Təbii ki, Oktay o qızın dərdindən dəli divanə deyildi, amma nəysə. Oktayın idealı burada ortaya çıxır. Deyir, xalq və mən. Bu iki kəlmə deyir, bir araya sığmır. Ya deyir, xalq olmalıdır, mən olmamalıyam, yaxud da əksinə. Deyir, mən böyük bir vahidin kiçik parçasıyam. Səməd bəy ona müəyyən təkliflər verir. Bu testlərdə demək olar ki, istifadə olunur. Deyərsiniz ki, ay müəllim, nə oldu? Hamısı testlərə düşür. Amma həqiqətən də belədir. Deyir ki, qubernatora dilmanc lazımdır. Gəl deyir, ora səni işə düzəldim. Maaşı aylıq 70 manatdır. Əlavə də 700-800 gəliri var. Yəni maaşdan qat-qat çox gəliri var. Oktay razılaşmır. Deyir, onda yaxşı, mən sən Rus teatrında işə düzəldim, sən Rus dilini deyir, onsuz da səlis bilirsən. Səməd bəy teatra qarşı deyil, amma həyata baxışı Oktaydan fərqlənir. Bax, yəni əgər Səməd bəy teatra qarşı olsaydı, heç Oktaya Rus teatrında işə düzəlməyi də nə etməzdi? Təklif götürməzdi. Yəni təklif etməzdi. Bu belə. Şaqqulu gəlir, deyir ki, 20 nəfər yaxşı geyinmiş adam gəlib teatra. Oktay da deyir ki, lap yaxşı, mən deməli yoxdan var yaradacağam. Oktay burada qürrələnir. Şaqqulu deyir ki, keçən dəfəki 2 Rus qızı da gəlib. Amma halbuki o 2 Rus qızı əsərin əvvəlində gələn Firəngiz və Nadiyanı nəzərdə tutur, amma Firəngiz Rus deyildi. Sadəcə Avropa qismində geyinirdi, Rus qismində geyinirdi. Yəni əslində isə onlar qeyd etdiyim kimi lap əvvəldən gəlmişdi. Əsərin bir yerində də var ki, Şaqqulu deyir, heyfslənir ki, deyir, mən ən birinci deyir, elə bildim ki, onlar Azərbaycanlı qızlarıdır. Şaqqulunun orada heyfslənməsi var. Oktay bu an deyir, Azərbaycanlı bir qızın səhnəyə çıxacağı arzusuyla yanıb tutuşur. Yəni Oktay xəyalından keçirir ki, kaş deyir, Azərbaycanlı bir aktrisa olardı, səhnəyə çıxardı. Bu iki qız deməli məktubu yazıb verirlər Mazandaranskiyə. Məktubda da təbii ki, nə yazılmışdı? Məktubda da o yazılmışdı ki, bəs deyir, biz görüşmək istəyirik. Firəngiz öz adını da yazır məktubun sonuna və bunlar görüşür. Firəngiz istəyir ki, öz dilimizdə də teatrlar yaransın. Nadia deyir ki, Aslan bəy 3 dəfə bundan əvvəl bizi teatra gətirib. Aslan bəyin 3 dəfə bizi teatra gətirdiyini kim deyir? Nadia deyir. Nadia da kim idi? Firəngizin rəfiqəsi. Və deyir ki, Nadia deyir, Nadia Oktaya deyir ki, Firəngiz deyir ki, Oktay Karl obrazını ruslardan daha yaxşı oynayır. Karlın ruslardan daha yaxşı oynaması fikri Firəngizə aiddir. Amma nitq olaraq kim deyir? Nadia deyir. Yaxşı mı? Daha sonra Firəngiz əlində çiçək gətirmişdi, gül gətirmişdi və Oktay əsərin əvvəlində də həmişə görürük ki biz deməli daha doğrusu Şaqqulu bundan əvvəl həmişə
Rus qızlarının aktyorlara verdiyi münasibətə həsəd apardığını deyir. Şaqqulu. Bu testdə düşə bilər. Xüsusilə sertifikasiyada, miqdə filan. Oktayda da gül almaq arzusu yaranmışdı ki, kaş mənə də deyir gül verərdilər. Və Oktayın gül almaq arzusu Firəngizin gül verməsi ilə reallaşır. Və Firəngiz deyir ki, yenə gətirəcəm sənə gül. Bununla da birinci pərdə başa çatır. İkinci pərdə artıq tamaşa oynanılıb bitib və qəzetdə aktyorlar haqqında müxtəlif şəkildə məlumatlar verirlər. Qəzetdə Oktay haqqında deyir ki, deməli, Robert Edelqeyn başını çıxarıb mərhaba, mərhaba dedi. Yəni bu Oktay haqqında yazılıb. Şəkinski haqqında yazılıb ki, güllə dəyəndə qolu yerinə qarnını tutur. Yəni Şəkinski zəif hazırlaşmışdı. Şəkinskidə artıq burada paxıllıq yaranır Oktaya qarşı. Mazandarovski üçün də deyilir ki, ürəyinin yerini bilmir, səhvdəşik salıb. Tamara da başmaqlarını səhv yerdə çıxarır. Bunlar kitablarda yoxdur, əsərin orijinal hissəsindəndir, yəni oxuya bilərsiniz. Oktay da deyir ki, Tamara deyir belə eləməyinə səbəb, Tamaranın belə etməyinə səbəb Azərbaycanlı qızının səhnədə olmamağıdır. Oktay bu fikri vurğulayır ki, Azərbaycanlı qızı olsaydı hər şey daha aydın ifa eləyərdi. Dursun, Oktayın qəzetdə tərifləndiyi hissəni yüksək səslə oxuyur. Aktyorlar da paxıllıq eləyir, qəzet yazanları sərxoş adlandırır. Xaspolad and içir ki, qızım olsa onu səhnəyə çıxarardım. Bu fikri kim deyir? Xaspolad deyir. Artıq hadisələrdən demək olar ki, müəyyən aylar keçib və səhnəmizə artıq 30-40 müsəlman qadın gəlir və onlar örtülü lojada deməli otururlar, örtülü lojada. Güvən belə bir test sualı salmışdı bu örtülü loja ilə bağlı. Artıq İkinci pərdədə Oktay Sevərin saçını darıyır və Səməd onu qınayır ki, bu xəstə uşağı niyə gətirmisən bura? Və bəlli olur ki, Oktayın anası keçən il vəfat eləyib. Səməd bəy məlumat verir ki, Danyar Firəngizi teatrda görüb və elçi göndərib. Səməd bəy ilk dəfə bu məlumatı verir. Aydındırmı? Firəngiz aktrris olmaq istəyir. Artıq Oktay ilə Firəngiz bir neçə dəfə görüşüb, bunlar bir-birini sevir, amma hələ ki etiraf eləməyiblər eşqlərin bir-birinə. İndi deyəcəm nə vaxt etiraf eləyirlər. Bu da önəmli epizoddur. Oktay deyir ki, mən bacımın teatra gəlməyinə razı olaram, amma Firəngizin teatra gəlməyinə razı olmaram. Çünki Firəngizin ailəsi belə bir növ, deyəcəm indi Hacı Zamanın xarakterin birazdan, yəni deyir, qızı töhmət eləyərlər, ona görə istəmirəm deyir sən teatra gələsən, həm də teatrı süni yer adlandırır Oktay. Ona görə istəmir ki, sevdiyi qız teatra gəlsin. Belə. Amma Firəngiz o qədər xahiş eləyir ki, bəs Amaliyanın bıçaqlanma səhnəsi var orada. Bunlar deməli Şillerin Qaçaqlar əsərini oynayır. Şillerin Qaçaqlar dramını oynayırlar. Orada da belə bir epizod var ki, Karl Amaliyanı bıçaqla öldürür. Əsərin sonunda. Oktay bu rolu öyrədir Firəngizə. Firəngizə çünki bu maraqlı idi. İndi bu öyrənmədə başına bəla olacaq axırda, onu da deyəcəyik. Oktay Firəngizə deyir ki, olmaya sən məni yox, Şillerin yaratdığı bu Karl qəhrəmanını sevirsən. Firəngiz sarsılır, bu fikri inkar eləyir və deyir ki, xeyr, mən səni sevirəm. Axırda da onlar bir-birlərinə bax burada sevgi etirafı eləyirlər ikinci pərdənin sonunda. Aslan bəy də bunları görür, deyir ki, Danyar bəy haqlıymış. Yəni bunların arasında münasibət var. Üçüncü pərdə. Hadisələrdən müəyyən müddət keçib, deməli, üçüncü pərdə vaqe olur Aslan bəyin otağında. Aslan bəyin otağında baş tutur. Aslan bəy Oktay ilə Firəngizin məktublarını kitabın arasından tapır. Nadia da deyir ki, bəs sən niyə deyir, ora deyir, məktubları qoydun, həmişə gizlədərdin. Firəngiz də deyir ki, bəs heç özüm də bilmədim, deyir, mən onu necə elədim, elə bir tilsimdə idim. Nəysə, qardaşı Aslan bəy kimdir? Firəngizin qardaşı. Oktay ilə Firəngizin məktublaşmasını tapıblar və bəlli olur ki, qızla oğlan 5 aydır ki, görüşməyib. Aslan bəy Oktay ilə qohum olmaq istəmir ona görə ki, özünə sığışdırmır. Deyir, mən bunu deyir, qlavalara gələcəkdə necə təqdim eləyəcəm? Aslan bəy Oktay haqqında fikirləşir. Firəngiz artıq Danyar bəy ilə zorla nişanlandırılıb. Danyar bəy Qalaçxanov. Mənfi obrazdır, birazdan təhlildə deyəcəm. Aslan bəy Oktayı çağırıb ki, hələ xəbər göndərib, Oktay hələ ki gəlməyib. Firəngiz ona olan sevgisini dansın. Firəngiz Oktayın istədiyi kimi geyinib. Gülgəz anadır, Aslanla Firəngizin anasıdır. Nadia da bunlardadır, Firəngizin rəfiqəsi. Gülgəz gəlib deyir ki, bəs atan, yəni Hacı Zaman bərk əsəbləşib, deyir, gedin gizlənin, qızlara deyir.
Kişi də gəlir orada, kişi də nəyə əsəbləşib? Kişi deyir ki, burada Hacı Zaman. Deyir, mən özüm aləmi deyir maskaraya qoyardım. Bax, burada fikir verin. Aləmi maskaraya qoyan, yəni bütün aləmə deyib gülən Hacı Zamandır. Deyir, mən özüm aləmi maskaraya qoyardım. Cəmaata söz çıxardardım. İndi də deyir, siz mənə deyir, adıma sözmü çıxardacaqsınız teatra getməklə? Aslan bəy də deyir ki, bəs sən niyə belə eləyirsən? Deyir ki, Aslan bəy atasına, teatr məsciddən daha müqəddəs yerdir. Bunu kim deyir? Aslan bəy deyir. Teatrın məsciddən daha müqəddəs olduğunu. Hacı Zaman da burada deyir ki, mən qanlı Rüstəm olub düşəcəm sizin canınıza. Özünü qanlı Rüstəmə bənzədir. Kim? Hacı Zaman. Hacı Zaman əsərdə 60 yaşında təsvir olunur. O belə deyim də fanatik dərəcədə müsəlmandır. Yəni istəmir ki, oğlu və qızı ondan gizlin teatra getsinlər. Amma burada bir şey var. Hacı Zaman teatra qarşıdır. Oxumağa qarşı deyil. Hacı Zaman oxumağa qarşı deyil, amma teatra qarşıdır. Aslan bəy də deyir ki, öyrənir ki, Aslan bəy qızını ondan gizlin teatra aparıb. O da deyir ki, mən yaxşı qızımı götürüb gedəcəm. Hacı Zaman deyir, təbii ki, götürüb getməyə fürsət olmur. Bunlar savaşır, hərə bir aləmə çəkilir. Güman edirəm ki, bura qədəri aydın oldu. Müəyyən bir ata və övlad arasında konflikt yaranır. Oqtay gəlir. Aslan bəy teatra olan saxta hörmətindən söz açır və bacısının yazdığı məktubları Oqtaydan istəyir. Oqtay da deyir ki, onları nə sizdən almışam, nə də ki sizə yazmamışam. O da deyir ki, mən səni onda məhkəməyə verəcəm. Oqtay da deyir, get nə istəyirsən elə. Oqtay geri addım atmır. Bu dəmdə Firəngiz gəlir. Firəngiz də bayaq yazmışdım, amma onu demədim. Nadiyanı çağırır Aslan bəy. Deyir ki, get Firəngizə denən ki, bax bu hissədədir. Bax buradadır. Aslan Nadiyaya deyir ki, Firəngizə denən əynivi soyun, rus paltarı geyin. Nadiya da qardaşının sözündən çıxa bilmir, məcbur. Bayaq amma demişdim ki, Oqtayın sevdiyi paltarı geyinib, amma qardaşı deyəndən sonra gedir rus paltarı geyinir. Səməd deməliyəm, Səməd deyirəm. Aslan bəyin bacısını rus paltarında geyindirməkdə əsas məqsədi o idi ki, yəni qlavalara və s. yüksək təbəqələrə ziyalı kimi görünsün. Aydındır? Belə. Firəngiz gəlir Oqtaya deyir ki, Oqtayı sarsıdan burada budur. Deyir, mən səni yalnız aktyor olaraq sevirdim. Təbii ki, burada Firəngiz bunları zorla deyir. Belə. Müəyyən qədər hüquqsuzdur. Yəni, Leyli obrazı ilə ortaq cəhət kimi götürmək olar bunu. Oqtay bundan sarsılır. Aslan konvertə pul qoyub, deyir, mən ziyalıyam, bax sənə pul verirəm. Oqtay deyir ki, mühit, zaman özü sizdən intiqam alacaq. İşıqlıqda qaranlıq kimi qalacaqsınız. Aslanı odun parçası adlandırır Oqtay və deyir ki, sən intiqam almağa belə layiq insan deyilsən. Və özünü Səfirlər Padşahı adlandırır. Deyir, mən öz taleyimdən, idealımdan və özümdən intiqam alacam. Bunu da kim deyir? Oqtay deyir. Və Səfirlər Padşahı adlandırır. İlk dəfə özünü Səfirlər Padşahı adlandırır 3-cü pərdədə. Yəni 3-cü pərdənin demək olar ki, axırında. Firəngiz demək olar ki, elə axırında. Firəngiz bu dəmdə qeybdən səs eşidilir. Mən aşiq neynim sənə bayatçı səsləndirilir. Qeybdən səs Müsbəti Fəxrəddin və Dəhnamə əsərlərində də var, mövcuddur. Yəni bu da ortaq cəhətdir. Artıq demək olar ki, biz böyük hissəsin əsərini bitirdik. Gəldik 4-cü pərdəyə. Bundan sonrakılar nisbətən sürətli keçəcək. Hadisələrdən 10 il keçib. 3 il qızla oğlan bir-birini sevib. 10 il də belə keçib. Yəni toplamda toplasaq 10 il keçib təxminən. Oqtay səfil halda meyxanadadır. Sevərin nitqindən bəlli olur ki, Sevər də orada dilənçi qadınlar küçədə dilənir. Sevər kim idi? Oqtayın bacısı idi. Oqtay itəndə Sevərin 5-6 yaşı var idisə, indi gənc qız olub. Sevərin nitqindən bəlli olur ki, Oqtay sürgün edilib. Bacısını da, yəni Sevəri də dayısına tapşırıb ki, malları tədricən sat, bu uşağı saxla. Dayısı gözünə döndüyümdə 2 ilə vəfat eləyir. Sevərə baxan olmur. Yalnız Firəngiz Danyar bəy Qalaçxanovdan gizlin ona yardım eləyir. Topluya düşə bilər, ehtiyatlı olun bu. Danyar Firəngizi boşuyur. Sevər bir evdə qulluqçu işləyir. Amma xəstə olduğundan onu evdən qovurlar. Deyirlər ki, yəni xəstəsən. Bu dəmdə Xaspolad və Səməd küçədən keçir. Sevər onlara əl açır, amma onlar əhəmiyyət vermirlər. Çünki tanımırlar, belə heç baxmırlar, öz söhbətləri ilə məşğul idilər. Söhbətləri də odur ki, Xaspolad 3 gün əvvəl yanmış xarabalıqda Oqtayı görür.
Xaspolad Oqtayı görür. İndi Səmədi çağırıb ki, gedək meyxanaya, onu 2 gün dustaq saxlayıb yenidən teatra qayıtmağa razı salaq. Burada təbii ki, bir növ zarafat yana deyilmiş ifadədir. Deyir, biz onu ancaq 2 gün deyir döyüb, dustaq saxlayıb ondan sonra teatra qaytarmağa nail ola bilərik. Xaspolad və Səməd istəyir ki, Oqtay yenidən teatra qayıtsınlar. Xaspoladın nitqindən bəlli olur ki, Xaspolad da bunları Krımlı yoldaşdan, deməli, Oqtayın Krımlı yoldaşından məlumat əldə eləmişdi. Bax bunları. Krımlı yoldaşı danışmışdı buna. Deyir, Oqtay qubernatoru təhqir etdiyindən sürgün edilib. Bu arıcılığa fikir verin. Qubernatoru təhqir etdiyindən 2 dəfə sürgün edilib. Türkistanda hökumət əleyhinə çıxdığından Sübrə sürgün olunub. Oradan da 4-5 il sonra çıxıb, amma yenə tutulur. İnqilabdan sonra da azadlıq əldə eləyir. Həbsdən çıxandan sonra vəzifə təklifi olur ona. Bu testlərə düşür. Bütün istiqamətlər üzrə, hansı istiqamət üzrə hazırlaşırsınızsa bu düşür. Deməli, vəzifə təklifi bayaq Səməd bəy tərəfindən edilmişdi. 2 vəzifə təklifi edilmişdi. Burada da deyilir ki, həbsdən çıxandan sonra da ona vəzifə təklifi eləyirlər, amma o nə edir? Rədd eləyir. Xatırlayaq biz hansı obrazlarda vəzifə təklifi var idi? Qaraca Çobana vəzifə təklifi olunur 2 dəfə, amma Qaraca Çoban onu rədd eləyir. Daha sonra folklorda, şifahi xalq ədəbiyyatında yadımıza salaq, hansı obraza vəzifə təklifi olunurdu? O da rədd eləyirdi. Deməli, Çaharca əfsanəsində vəzifə təklifi var idi. Daha sonra vəzifə təklifini bir növ Səməd Vurğunun Vaqif dramında elə Vaqifin özü rədd eləyir. Qacarın vəzifəsi. Orada əslində vəzifə deyir, gərək fars dilində yazsın sənətkar. Farsca da yazsaydı, təbii ki, müxtəlif vəzifə və mövqelərə sahib olacaqdı Vaqif, amma bunu neyinir? Rədd eləyir. Həmçinin, deməli, Mircəlal Paşayevin Vətən yaralarında da əskərə vəzifə təklif eləyirlər, amma o döyüş yoldaşları ilə vuruşmağı üstün tutur. Bax, bu məlumatlar demək olar ki, heç bir kitabda yoxdur. Sadəcə, yəni varsa da çox qısa ola bilər. Yəni bu qədər geniş deyil. Onlara siz fikir verin. Həbsdən sonra vəzifə təklifi eləyirlər. Dediyim kimi, o rədd eləyir və deyir ki, mən Səfirlər Yurdunun padşahıyam. Bu ifadəyə də deməli 4-cü epizodda təzədən rast gəlinir. Xaspolad artıq teatr müdiri olub, Şəkinski də baş rejissor. Amma bundan əvvəl Tabasaranski idi baş rejissor, indi isə olub Şəkinski. Bu hansı Şəkinskidir? Oqtaya paxıllıq eləyən. Bu hansı Xaspoladdır? Bayaq dediyim kimi Səmədlə danışan ki, Oqtay qayıtsın səhnəyə. Xaspolad teatr müdiri olub. Ehtiyatlı olun. Xaspolad deyir ki, mən onu təzədən qaçaqlarda oynatmaq istəyirəm və Xaspolad Azərbaycan teatrının anası adlandırır Oqtayı. Azərbaycan teatrının anası adlandırır. Kimi? Oqtayı. Kim adlandırır? Xaspolad adlandırır. Səməd və Xaspolad Firəngizlə Danyar bəyin olan söhbətin burada danışır. Və deyir ki, o başqa arvad alıb deyir. Danyar bəy Qalaçıxanov Firəngizi də boşayıb, başqa arvad alıb. Varlı bir qadına elə bir ki, orada ilişib. Oqtay hələ ki özündə deyil, sərxoş idi. Qaraçıların səsinə ayılır. Muxan orada meyxana deyirəm. Deməli, bunların içki içdiyi yerdə, meyxana deyək, deyiləm, pivə, meyxana deyək, meyxanada olan bir növ idarəçi mi deyək, orada işçi mi deyək, Muxan o obrazdır. Oqtay hər şeyin süni olduğunu deyir. Deyir ki, bəs siz bu divara niyə divar kağızı vurmusunuz? Divar kağızlarını cırır, deyir, əsl həqiqət bu divarın daşın özüdür. Burada da anlayan üçün çox şey əslində ifadə edir. Oqtay pul ödəmir, Muxan bundan əlbəyaxı olur. Şüşəni götürür Oqtay, Muxanın başına çırpır. Xaspolad ödənişi ödəyir. Xaspoladla Səməd bəy qaçır Oqtayın arxasıca küçəyə. Amma Oqtay burada gedəndə çörək götürür stoldan. Çörəyi də niyə götürür? Deməli, Oqtay hələ meyxanaya gələndə sərxoş vəziyyətdə Sevəri görür, amma tanımır. Bir dilənçinin çörəyə əl açdığını, yəni ac olduğunu başa düşür. Meyxanadan çıxanda da sərxoş da olsa çörək götürür. Aydındır? Belə. Çünki meyxanaya gələrkən dilənçiləri görmüşdü. Dilənçilər də kim idi? Dilənçi qadınla Sevər idi. Bu 2 nəfər. Daha sonra, deməli, Səməd özünü tanıdır Oqtaya. Oqtay da deyir ki, sənə soyum baxım, görüm sən həqiqətən Səmədsənmi? Oqtay bacısı Sevəri soruşur. Deyir, əgər siz mənim dostum olsaydınız, bacımın harda olduğunu bilərdiniz. Sizi deyir, mənim dalımca düşünən puldur. Əslində bu doğru idi. Çünki Xaspolad Səməd bəy demişdi, Xaspolad ümumiyyətlə demişdi ki, Oqtay əgər tamaşada oynatsa, mən biletləri bahalaşdıracağam.
Bu dəmdə Sevər Oqtaya əl açır. Oqtay deyir ki, mən baxım görüm sən həqiqətən açsansa, mən sənə deyir bunu verərəm. O da deyir necə eləyək? O da deyir qarnını cırım baxım görüm sən həqiqətən açsanmı? Oqtay Sevərə deyir. O da deyir onda məni öldür bu təhqirlərdən qurtar. Mən deyir onsuz da yaşamaq istəmirəm. Oqtay da deyir ki, evim olsaydı səni aparardım. Oqtay burada özünü Xərabələr Bayquşu adlandırır. Xərabələr Bayquşu. Sevər bundan sonra qardaşını tanıyır. Deyir nə dedin? Deyir Oqtay Eloğlu. Ondan sonra bir-birlərini tanıyırlar. Oqtay deyir ki, səadətini tanrım qədər sevdiyim xalq səni də yaşatmadı. Bunu bacısına deyir. Səadətini tanrım qədər sevdiyim xalq səni də yaşatmadı. Oqtay Sevəri, xalqı və o bivəfanı düşünür. Bacısına deyir ki, səni mən bədbəxt elədim. Varlı olsaydım, səni alardılar. Oqtay Sevərə görə sabahçı tamaşaya razı olur. Bununla da 4-cü pərdəmiz yekunlaşır. Deməli, Oqtay bacısının səfil vəziyyətdə olduğuna görə tamaşaya qayıtmağa razı olur. Teatra çıxmağa daha doğrusu. İllər sonra. 5-ci pərdə. Səhnədə Qaçaqlar əsəri oynanılır. Qaçaqlar kimin idi? Dedim ki, Şillerin ən məşhur dramatik əsərlərindən, pyeslərindən biridir. Şəkinski Oqtaya paxıllıq eləyir. Və cəmaata deyir ki, heç insanların deyir çoxu axı Oqtayı tanımır. Biz niyə onu deyir eləyək, səhnəyə çıxardaq. Orada əslində deyirlər ki, onu deyir tanısalar da, tanımasalar da lap köhnələr tanıyır. Bəziləri də deyir onun haqqında əfsanəyə bənzər sözlər eşidilir. Şəkinskiyə orada cavab verirlər. Mazandaranski də deyir ki, sən nankorsan, bəs Oqtay deyir sənə vaxtilə hər şeyi öyrətmişdi. Mazandaranski bunu Şəkinskiyə deyir. Mazandaranski kim idi? Teatr müdürü, Şəkinski də baş rejissor. Şəkinski deyir ki, Oqtay gəldi gedərdi. Əslində Şəkinski qorxurdu ki, rejissorluğu ondan alıb Oqtaya verərlər. Danyar bəy Qalaçxanov Şəkinskiyə 500 manat pul verir ki, Oqtayı gözdən salsın. Aydındır. Tamara da özünü xəstəliyə qoyur. Tamara da Şəkinski ilə əlbir olur. Puldan çünki Tamaraya da çatacaqdı. Əslində burada biraz stop eləyə bilərik. Biz Danyar bəylə Firəngiz xanımın haqq hesabın Xaspoladla Səməd bəyin dilindən bayaq 4-cü pərdənin girişində eşitdik. Bir də burada Şəkinski ilə Tamara Danyarla Firəngiz haqqında danışır. Bax, bu ortaq cəhətdir. Bura fikir verin. Deməli, harda qaldıq? Oqtay Tamara rolunu yaxşı oynaya bilməyəcək. Oqtay deyir ki, Tamara rolunu yaxşı oynaya bilməyəcək. Tamara özünü xəstəliyə, tülkülüyə qoyur. Oqtay bu sözü bir dəfə də demişdi, yadınıza düşürsə, lap əsərin əvvəlində. Çünki deyir ki, Tamaranın xasiyyətinə azdan çoxdan Oqtay bələddir və deyir ki, bu rolu yaxşı oynaya bilməz. Necə ki, Azərbaycanlı bir qız Rus obrazını oynaya bilməz. Burada əslində Puşkinin Yevgeni Onegin əsərinə istinadən deyilir. Deyir, bir Rus, bir Azərbaycanlı rolunu ifa edə bilməz, yaxşı. Bir Azərbaycanlı qız da Rus rolunu ifa edə bilməz. Tamara da deyir ki, vəbşi mən ümumiyyətlə deyir, mən bu sərxoşla oynamaq istəmirəm, xəstəyəm. Oqtay deyir ki, xalq görsə ki, aktrisası yoxdur, özü öz içindən bir aktrisa yaradır. Xaspolad da deyir ki, bəs mən müdürəm, əmr edirəm ki, Tamara oynasın. Tamara da deyir ki, oynamıram. Şəkinski də Tamaranı haqlı görür. Tamara deyir ki, yaxşı da deyir, onda gedək Xurşudu çağıraq, mənim yerimə oynasın. Dursun da deyir ki, daha doğrusu Dursun bu təklifi verir, Tamaranın yerinə Xurşud oynasın. Xurşud da baxırlar ki, heç Xurşud roluna ümumiyyətlə hazır deyil. Bu məsələ qalır orada. Firəngiz bu dəmdə lojada əyləşmişdi. Bax, bu həmin Firəngiz qəhrəmanımız. Nərgizlə lojada əyləşmişdi. Nərgiz kim idi? Bunun rəfiqəsi. 13 il əvvəlki hadisələri xatırlayır. Əvvəlcə özünü, sonra atasını, daha sonra isə qardaşını günahkar bilir. Nədə günahkar bilir? Oqtayın başına gətirdiklərinə görə. Xaspolad Oqtayı səhnənin tanrısı deyə cəmaata təqdim edir. Xalq da Oqtayı Azərbaycan səhnəsinin sevinci, anası və sevimli oğlu deyə tərifləyir, alqışlayır. Bu hissələrə fikir verin. Səməd bütün haqq hesabı Firəngizə danışır. Hansı haqq hesabı? Bax, bu Tamara ilə Şəkinskinin olan haqq hesabın burada Firəngizi xəbərdar eləyirlər bu məsələdən. Firəngiz daxildə səhnəyə çıxmaq arzusu, yəni Firəngizdə daxildə səhnəyə çıxmaq arzusu baş qaldırır. Firəngizin yanında gələn Nərgizin nitqindən bəlli olur ki, Sara, Gülgəz və Nərgizin özü aktrisa olmaq istəyən 3 qızdır. Amma ilk addımı hansı atacaqdı? Onlar tərəddüd içində idilər. Deməli, burada belə. Buradakı Gülgəz var idi bayaq, Hacı Zamanın həyat yoldaşı, yəni o başqadır.
Sara, Gülgəz, Nərgiz 3 gənc qızdır. Bunlar da aktrisa olmaq istəyir. Firəngiz də artıq bunlardan nisbətən yaşda böyüdü, amma cavandılar bunlar hələ ki. Firəngiz əvvəlcədən aktrisa olmaq istəyirdi. Yəni biz bu əsərdən belə başa düşürük ki, səhnəmizə çıxan ilk qadın Firəngizdir. Təbii ki, bu müəllif təxəyyülünün məhsuludur. Xaspolad gəlir deyir ki, bəs tamaşaçılara gəlir Xaspolad deyir ki, Tamara oynamaq istəmir. Tamara səhnəyə çıxıb deyir ki, xəstəyəm, ona görə oynamaq istəmirəm. Həm də deyir, yarım dəli ilə oynamaq istəmirəm. Yarım dəli adlandırır Tamara kimi? Deməli, Oqtayı. Oqtay etiraz edən xalqa deyir ki, səfil xalq, səndə sənətkar bir qadın yoxdur. Varsansa yarat, yaratmırsansa sus. Yəni, xalq etiraz eləyir. Oqtay da deyir ki, sən səfilsən. Sən deyir, bu günə qalmısan ona görə ki, cəhalət var səndə. Əgər səndə deyir, qadın aktrisa olsaydı, Tamaraya möhtac olmazdıq. Firəngiz deyir ki, yaxşı, mən oynamaq istəyirəm. Elxanlı obrazı var orada. Onu dəstəkləyir. Aslan bəy Firəngizin qolundan tutur, deyir ki, sən gedə bilməzsən. Firəngiz ona deyir ki, məni burax. Onu mən məhv etmişəm, indi mən də dirildəcəyəm. Firəngiz qardaşına deyir, bax bu sözləri. Şəkinski deyir ki, yo, bir dəqiqə sən oynaya bilməzsən. Yəni, razılaşmır. Şəkinski deyir ki, yaxşı, mən sənə bir sual cavab eləyim. Şəkinski özünü arxayın ki, qız heç nə bilməyəcək, amma mən qeyd etmişdim, axı, bıçaqlanma səhnəsini Amalyanın Firəngiz öyrənmişdi, axı, Oqtaydan. Firəngiz cavabını verir, Şəkinski pərt olur. Şəkinski deyir ki, yaxşı, eybi yoxdur, Tamara indi paltarını geyinir, Tamara gəlib özü oynayar. Firəngiz deyir ki, nə danışırsan? Mən oynayacağam. Firəngiz qəti şəkildə səhnəyə addımlarını atır. Xaspoladın burada Özdəmirin və Elxanlının nitqi var. 100% bunlardan sual olma ehtimalı var. Xaspolad deyir ki, bu ilk Azərbaycanlı qızının səhnəyə çıxışıdır. Yüksək qiymətləndirir Firəngizin səhnəyə çıxışını. Özdəmir onu ilk qaranquş, yaşasın Azad Azərbaycan qızı adlandırır. Elxanlı da deyir ki, yaşasın Azad Azərbaycan sənəti. Sənət sözünü kim deyir? Elxanlı deyir. Çox üstündə durmuram, bu qeydləri götürün. 6-cı, sonuncu pərdəmiz. Deməli, tamaşanın qaçaqlar oynanılan hissəsidir. Bu da sadəcə 8-ci, yəni sonuncu pərdəsidir. Karl'la Amalyadır səhnədə. Karl rolunda Oqtay, Amalya rolunda da Firəngiz var. 13 il sonra. Oqtay onu qarşısında görəndə sarsılır. Firəngizi ilana və əqrəbə bənzədir. Oqtay ona deyir ki, sən niyə deyir mənim həyatımın ən çətin keçidlərində qarşıma çıxırsan? Oqtay rolundan çıxır. Firəngiz isə əsər boyu yalnız Amalyanın sözlərini deyir. Bax, bunu unutmayın. Oqtay Firəngizi köksündən sancır. Firəngiz isə ölüm ayağında səni bağışladım deyir. Yəni, onu bağışladığını deyir. Oqtay deyir ki, mən səni öldürmədim. Sən buradasan. Köksünü göstərir. Oqtay belə düşünürdü ki, Firəngizi öldürməklə ona əbədi həyat verib. Yəni, onu bu sünilikdən, bu süni həyatdan qurtarıb. Oqtay deyir, bacarmırsan yaratma, yaradırsansa yaşat. Sən yaratdığın Firəngiz artıq yoxdur. Fəqət mən yaratdığım Firəngiz isə əbədidir. Kimdir böyük sənətkar? Sən ya mən? Oqtay burada taliyə və tanrıya bir növ etirazını bildirir. Bayaq da qeyd etdim, deyir, yoxdan var yaradacağam. Bax, o da əslində tanrıya xas olan sifət idi tamaşada. Burada da bir növ elə ki, Allahla olan söhbəti var. Bunu bəzi müəllimlər belə vermir, amma əsərin özünü oxuyanda bir üsyankar ruh görüləcək. Taliyə deyək, yaxşı. Öz taliyinə etirazı var. Deyir ki, sənsən böyük sənətkar, yoxsa mən? Deyir, sənin yaratdığın ölüb, amma mənim yaratdığım, öldürdüyüm Firəngiz isə yaşayacaq. Oqtay barmağındakı üzüyü aslanın üstünə atır. Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan. Nə deməkdir bu? Yəni, deyir, sən Firəngizi yaşatdın, amma süründürərək yaşatdın. O ölümə bərabərdir. Amma deyir, mən onu öldürdüm, o isə daim əbədi olaraq yaşayacaq. Belə, yəni əsərin məzmunu bu qədər. Bir dənə orada dediyim kimi, qeyd etdiyim hissələrə fikir verin. Hacı Zaman obrazına fikir verin. O, dedim ki, teatrı alçaq yer adlandırır. Yəni, teatrdakı aktyorları bədbəxt, ləyaqətsiz, mənliyini itirmiş, yazıq, fağır adlandırır mənfi mənada. Hacı Zamanın orada sözlərinə fikir verin. Daha sonra Danyar bəyin təhlilindən mən demək olar ki, dedim, mənfi obrazdır. Firəngizin istəyini nəzərə almadan onunla evlənir. Axırda da Firəngizi tərk eləyir. Nadia obrazını müsbət obrazdır.
Deyir ki, 3 dəfə biz gəlmişdik deməli teatra. Yəni belə. Yəni bütün obrazları demək olar ki, verdim. Təhlildə bərabər, hamısı ilə bərabər verdim. Ən əsas obrazımız təbii ki, Oqtaydır. Oqtay deyirsiniz ki, ziyalı obrazdır. Burja mühitinə qarşı çıxır. Konflikt də yəni Burja mühiti ilə ziyalılar arasındadır. Belə, əziz izləyicilər, bunu mən niyə lövhədə izah eləmədim? Çünki həddən artıq geniş əsərdir. Təbii ki, danışmaq olar bunu. Amma siz bilirsiniz ki, danışanda orada şifahi şəkildə bəzi məqamlar unudulur. Bu çox normal bir haldır. Heç kəs deyə bilməz ki, xeyr, biz unutmuruq, hər şey deyə bilirik. Bunlar mənim öz qeydlərimdir. Götürün, faydalanın. Yəni bunlara baxsaz, əslində yəni heç də orada məncə problem qalmaz. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Bir də orada Şəkinski deməli orada Zühhaç məsələsinin adını çəkir. Yəni orada qoy yazım onu. Zühhaçın deməli orada çəkmələri məsələsi var. Zühhaç o əsərdə gedən bir obrazdır. Oqtaya deyir orada çəkmə məsələsini kim deyir? Şəkinski deyir. Orada çox uzundur bu məsələ. Sadəcə çox ağartmıram. Zühhaç obrazı ilə bağlı danışan kimdir? Şəkinski olacaq orada. Orada nəsə danışırlar olar. Nəsə deyil, sadəcə bəsdir. Yəni o çox belə uzatmadım. Belə. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Videonu bəyənməyi və ən əsası yaxşı izləməyi unutmayın. Sağ olun. Növbəti izahlarda görüşənədək.